Biz gərək Əşirovun kitabından, RFM kitabından məhlullar bölməsində 53-cü suala baxarıq. Deməli belə. Qeyd olunub ki, burada 40 milli suda doymuş məhlul 20 dərəcəyə qədər soyutduqda 12 qram duz çökər. Deməli, burada isə 100 milli sudan gedir. Ona görə yazır ki, 40 milli suda 12 qram duz çökürsə, 100 milli suda nə qədər çökər? A eləyir 30 qram, düzdürmü? Bu, deməli, 30 qram çöküb, 30 qram çökübsə, deməli, bu 90-dırsa, 30 qram çökməsə 120 qram olub ki, 30 qram da çöküb, gəlib 90 qram olub. Aydındırmı? Bu birisi məsələdə deyir ki, 56-da. A maddəsinin həll olma qabiliyyətinin asılılığı verilmiş. 40 dərəcədə 250 qram doymuş məhlul 20 dərəcəyə qədər soyutduqda 50 qram duz çökər. 250 qram doymuş məhlul, deməli 40 dərəcədə biz bilmirik nə qədərdir, x-dir. Bu 250 qramdır deyir. 20 dərəcəyə qədər soyutsa 50 qram duz çökər. 250-dən 50 qramı çıxanda ikinci biz məhlulu tapa bilirik də. O da deyir 200, düzdürmü? 250-dən deməli çıxacaq 250-dən çıxacaq 50 qramı, 200 qram ikinci məhlulumuz oldu, düzdürmü? 200 qram bu məhlulda 50 qram duz çökübsə, bu da 100 milli sudur, 80 qramda, 180 qramda da x-dir. X deyir 45 qram, düzdürmü? X çıxılsın 45, yəni maddə nə qədər olub ki, çöküb 45 qramda çöküb 80 qram eləyib. Bu da eləyib 125 qram. Aydındır?